Hörmətli cənab prezident, hörmətli qonaqlar, tələbələr, müəllimlər, xanımlar və cənablar, bugün İtaliya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür. İtaliya-Azərbaycan Universitetinin binalarının açılışını biz qeyd edirik. Mən keçən il Romada Prezident Mattarella ilə görüşərkən ona bu haqda məlumat verdim və onu Azərbaycana rəsmi səfərə dəvət etmişdim. Və şadam ki, cənab prezident mənim dəvətimi qəbul edib Azərbaycana ikinci dəfə rəsmi səfərə gəlib və səfər çərçivəsində bu gözəl təhsil ocağının açılışını biz birlikdə qeyd edirik. Əslində, Prezident Mattarellanın rəsmi səfərinə bu tədbirin salınması onu göstərir ki, həm İtaliya, həm Azərbaycan bu sahədəki əməkdaşlığa çox böyük əhəmiyyət verir. Və əminəm ki, universitetin gələcəyi çox parlaq olacaq. Bu, nəinki Azərbaycanda, dünya miqyasında öz layiqli yerini tutacaq. Universitetin məzunları isə Azərbaycanın inkişafına öz töhfələrini verəcəklər. Burada oxuyan və oxuyacaq tələbələr gələcəkdə Azərbaycanın inkişafına əminəm ki, çox böyük dəstək verəcəklər. Çünki sir deyil ki, hər bir ölkənin inkişafı onun elmi və təhsil potensialından qaynaqlanır. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, bu ölkələri inkişaf etmiş ölkələr edən məhz biliklərdir, təhsildir, texnologiyalardır. Və bugünkü dünyada texnoloji inkişaf hər bir ölkənin uğurunu müəyyən edir. Təbii resurslarla zəngin olan ölkələr kimi Azərbaycan ilk növbədə təbii resurslardan gələn gəlirləri insan kapitalına yönəltməyə çalışmışdır. Çünki biz gələcəyə baxmalıyıq. Yenə də deyirəm, neft, qaz, təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzun müddətli, dayanıqlı inkişafa malik olacaqlar. Bu inkişaf qısa müddətli ola bilər. Uzun müddətli, dayanıqlı inkişaf məhz biliyin, texnologiyanın, təhsilin səviyyəsinin üzərində qurulur. Ona görə biz Azərbaycanda bu sahəyə böyük diqqət yetirərək artıq uzun illər ərzində bir çox önəmli proqramlar icra eləmişdik. Mən prezident vəzifəsinə seçiləndən sonra demək olar ki, dərhal göstəriş vermişdim ki, Azərbaycan vəsaiti hesabına dünyanın aparıcı ali məktəblərinə Azərbaycan gəncləri ezam edilsin. Onların bütün xərcləri dövlət tərəfindən ödənilsin və onlar yaxşı oxuyub vətənə yaxşı mütəxəssislər kimi qayıtsınlar. Bugünə qədər dövlət xətti ilə təhsil alan, dünyanın aparıcı ali məktəblərində təhsil alan tələbələrin sayı minlərlə ölçülür. Ondan sonraki mərhələdə qərara gəldik ki, eyni zamanda Azərbaycanın daxilində təhsil sisteminin inkişafı ilə bağlı beynəlxalq əməkdaşlıq məsələlərinə də diqqətlə yanaşaq. Və artıq Azərbaycanda bir neçə xarici tərəfdaşlarla birgə universitet fəaliyyət göstərir və növbəti universitet İtaliya-Azərbaycan Universitetidir. Bu universitetin özəlliyi bundan ibarətdir və burada rektor Hafiz Paşayev bunu qeyd etdi ki, 5 aparıcı İtaliya Universiteti ilə birlikdə, ADA Universiteti ilə birlikdə bu universitet qurulmuşdur. Və əlbəttə ki, İtaliya-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrini nəzərə alaraq biz əminik və ümid edirik ki, bu Azərbaycanın aparıcı təhsil ocaqlarının birinə çevriləcəkdir. İtaliya Azərbaycanla artıq uzun illər strateji tərəfdaşlıq əsasında münasibətlər qurmuşdur. Biz sözün əsl mənasında strateji tərəfdaşıq, çünki bizim əməkdaşlığımız strateji xarakter daşıyır, qısa müddətli deyil,
uzun müddətlidir. Eyni zamanda ildən ilə bizim əməkdaşlıq çərçivələrinə yeni istiqamətlər əlavə olunur. Energetikadan başlamış, sənaye istehsalına qədər uzanan və bugün təhsil sahəsini əhatə edən əməkdaşlıq sözün əsl mənasında strateji xarakter daşıyır. Dünən Prezident Motorola'nın rəsmi səfəri zamanı həm rəsmi açıqlamalarda, həm apardığımız danışıqlarda biz bunu qeyd edirdik ki, İtaliya-Azərbaycan əməkdaşlığı məsəl üçün energetika sahəsində böyük bir inkişafa yol açmışdır. Cənub qaz dəhlizinin tərkib hissəsi olan TAP layihəsi böyük dərəcədə Prezident Motorola'nın şəxsi dəstəyi nəticəsində mümkün olmuşdur və əgər o vaxt bu həll olunmasaydı, bugün biz Avropa məkanına bu qədər təbii resurslar ixrac edə bilməzdik. Biz də ondan əziyyət çəkərdik Avropa məkanında. Bugün Azərbaycan qazı 8 Avropa İttifaqına üzv ölkənin enerji təhlükəsizliyini dəstəkləyir və bu coğrafiya genişlənir və burada İtaliya-Azərbaycan əməkdaşlığı həll edici rol oynamışdır. Qaz təchizatına görə Azərbaycan İtaliya bazarında ikinci yerdədir. Neft təchizatına görə birinci yerdədir. Əminəm ki, təhsil sahəsində də İtaliya bizim üçün birinci nömrəli tərəfdaş olacaq. Hər halda burada gördüklərimiz və artıq fəaliyyətə başlamış universitetin deməli, uğurları bunu deməyə əsas verir. Artıq yüzlərlə tələbə oxuyur. Biz bugün burada rəhbər heyətlə də tanış olduq. Burada beynəlmilər müəllim heyəti qurulubdur. Həm İtaliyadan, həm Azərbaycandan. Xarici tələbələr də var və bu çox gözəl bir ovqat yaradır. Əminəm ki, burada oxuyan və buradan məzun olacaq tələbələr gələcəkdə İtaliya-Azərbaycan dostluğunun elçiləri olacaq. Hər halda Azərbaycan tələbələrinin, burada oxuyan tələbələrinin gələcəyi İtaliya ilə bağlı olacaq. Onlar İtaliyanı daha yaxından tanıyacaqlar, onun mədəniyyətini, onun inkişafını, onun uğurlarını və burada bir çox məqsədlər təmin ediləcək. İlk növbədə Azərbaycan iqtisadiyyatı üçün gələcəkdə güclü kadr potensialı yaradılacaq. Bizim təhsil sahəsinin təkmilləşməsi məsələləri öz həllini tapacaq. Biz ən müasir və mütərəqqi təhsil sisteminə qoşulacağıq və eyni zamanda Avropa İttifaqının aparıcı ölkələrindən biri olan İtaliya ilə bizim dostluq əlaqələrimiz daha da güclənəcək. Və bütün bu amilləri nəzərə alaraq bir daha görürük ki, vaxtında atılmış addımlar və düşünülmüş addımlar gözəl nəticələrə gətirib çıxarır. Burada qeyd olundu, bu universitetin yaradılması təşəbbüsü cəmi 5 il bundan əvvəl irəli sürülmüşdür. Romada Azərbaycan səfirliyin binasında yerləşən mədəniyyət mərkəzində sənədlər mübadiləsi olmuşdur. Ondan sonra mənim tərəfimdən sərəncam imzalanmışdır. Ondan sonra Azərbaycan dövlət büdcəsindən bu binaların bütün infrastrukturun yaradılmasına vəsait ayrılmışdır və bugün 2025-ci ildə biz bu gözəl binaların açılışını qeyd edirik. Bu doğrudan da gözəl hadisədir. Bu təhsil ocağı İtaliya-Azərbaycan dostluq ocağı olacaq. Hər birinizi bu münasibətlə təbrik edirəm. Prezidentə bu tədbirdə bizimlə bərabər olduğu üçün bir daha təşəkkürümü bildirirəm. Sağ olun.